Salamlar olsun hidayətə tabi olanlara. Allah kimi sevər, kimi sevməz. Bu barədə ayələr var. Əvvəl Allah kimi sevməz. Açmışam varağı oxuyun. Yəni Allah'ı zikr edək. Yaddaşımızı möhkəmləndirək. Yaddaşımızı gözəl şeylərlə kökləyək. Amin. Ən gözəl şey Allah'ın sözüdür ki, yəni haqdan xəbər verir. Cənnəti açarımızı möhkəm saxlayaq, itirməmək üçün bu açarı qoruyub saxlayıb, Allah'ın ilk növdə məmnuniyyətini qazanmaq üçün irəli zəhvlər edək. Amin. Allah həddə aşanları sevmir. Allah həddə aşanları sevmir. Allah fəsad törədənləri sevmir. Yəni, yalançılıqla, pisliklə qovrulmuş, yoğrulmuş bir xamır təsəvvür edək. Bu xamır, Allah başqa ayədə buyurur ki, kötü planı olanların kötülükləri öz başlarında saklayacaqdır. Allahımız başqa ayədə buyurur ki, şeytan nə qədər hiyləgərsə, Allah daha təqdirlidir. Quşların səsini baxın. Allah fəsad törədənləri sevmir. Allah haqqın üstünü bilərək örtən cinayətkarları sevmir. Allah haqqa qarşı inatkarları sevmir. Bugün video səhmişdim. Yəni 3 video qabaq. Həqiqətən orada da belədir. Haqqa qarşı inatkarla rastlaşmışam o barədə video. Allah haqqa qarşı inatkarları sevmir. Zalimları sevmir. Yenə o videoya aiddir. Allah uzaq eləsin bizi belə olanlardan və belə olmaqdan. Amin. Allah zalimları, haqqa qarşı inatkarları sevmir. Təkəbbürlü olanları Allah sevmir. Xəyanət edənləri, yine də o nüansa toxunan, şamil olunan ayədir. Allah xəyanət edənləri sevmir. Olmayaq belələrinə. Pis söz işlədənləri də Allah sevmir. Ancaq zülm olmuş şəxslər müstəsnadır. Allahımız buyurur. İsraf edənləri Allah sevmir. İsraf edənlər şeytana qardaş olurlar. Yəni ancaq Allah yolunda da xərcləməlidir. Bahalı alın, buna alın, daha bunu almadım, o birisini de alın, o birisini de yiyin. Buna bu qoyanlar, israf edənlər, yəni Allahın sevmədiyi bəndələrdir. Allah da sevməsə, Allah uzaq eləsin. Yəni cəhənnəm daha nə gözləyir ki? Bütün pis şeylər gözləyir onları. Öyünənləri Allah sevmir. Əsas o da ahirətdə yaxşı olacaq. Bu dünyada kimlərsə, nəyəsə örtbası verir, gün keçirir güya. Əslində boş şeydir o. Ömür axı qıssadır, həm də ki, bizi Allah yaradı. Allah bizi sevib yaradı. Ona qarşı çıxmaq əbədi cəhənnəmlə nəticələnəcək. Allah öyünənləri sevmir. Allah həddi aşan yalançıları sevmir. Mən indi aşağıda yazacağım bu ayələrin nömrələrini. Və Allah kimləri sevir? İnşallah elələrində olar. Allah yaxşılıq edənləri sevir. Allah tərsindən qaydanları, təmizlənənləri sevir. Allah məsuliyyətli olanları sevir. Allah tərsindən qaydanları, təmizlənənləri, yəni yaxşılıq edənləri, məsuliyyətli olanları sevir Allah. Məsuliyyətli, təkcə işlə məsuliyyət yox, birinci ailədir. Çünki Allahımız Quranda buyurur ki, bir neçə ayədə ki, 2 ayə yazındadır. Eyni, yəni təkrarlanır ki, yəni qiyamət günü özünü və ailəsini ziyana uğradanlar, cəhənnəm lap dibinə gedəcəklər. Dözümlü olanları Allah sevir. Özünə, yəni Allaha güvənib etibar edənləri, yəni Allaha, yəni özünə, yəni Allaha güvənib etibar edənləri Allah sevir. Allaha güvənib etibar edənləri. Allah ədalətli olanları sevir. İçinə bədər bu. Yəni bütün hamısının kökündə ədalət durursa, Allah ədalətli olanları sevir. Bütün pis adamlar da bilir
ki, yaxşı nədir, pis nədir. Sadəcə ədalətsizlik var. Ədalətli olanları, Allah adil olanları sevər. Adil olmaq da ədalətli, doğru, insaflı olmaq. Sağ olun, gələn verilişlərə qədər, yəni ki, təşkilimə qədər inşallah bir yerdə Allahı zikr edək, pis adamların, yaxşı adamların, hər kəsin elədiyi özünə dəyəcək. Allahımız buyurur ki, siz ürəyinizdə olanları aşkara çıxarsanızda, xatmasanızda Allah ona müvafiq sizlə haqq hesab seçər. Hələlik.